Gəzməyə də, ölməyə də vətən yaxşıdır. Azərbaycanın elə bir dilbər güşəsindəyik ki, burada təbiət, mənzərə öz şıltaqlığını, öz əsrarəngizliyini göstərir. Bəli, təxminən dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan Kəlbəcərdəyik. Ölkə başçısının tapşırığı ilə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da tədbirlər planının icrası istiqamətində çoxşaxəli işlər görülməkdədir. Baş plana əsasən şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Yeni yaşayış məhəllələrinin salınması, binaların tikilməsi, məktəb və xəstəxana kimi sosial obyektlərin tikintisi üzrə işlər görülür. Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində ümumi sahəsi 8,7 hektar olan 524 mənzildən ibarət bina və evlər yer alıb. İlkin mərhələdə 201 ailə üçün işlər sürətləndirilib. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri 2-ci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1,76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər davam etdirilir. Kəndlərin bir çoxunun konsepsiyası təsdiq olunub və layihələndirmə mərhələsindədir. Yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində tikinti işlərinə start verilməsi gözlənilir. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2,42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10,9 hektar təşkil edəcək. Əlavə olaraq 3,1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Ümumi sahəsi 2,24 hektar olan Kəlbəcər şəhər təhsil kompleksinin ərazisində isə 528 şagirdlik ümumi təhsil orta məktəbinin və 80 yerlik uşaq bağçasının, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxananın tikintisinin də növbəti ildə tamamlanması gözlənilir. Kəlbəcər rayonunda yerləşən İstisu qəsəbəsində isə 159 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən İstisu müalicə istirahət kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq. 1992-ci ilin aprel ayında, yəni 32 il əvvəl ermənilər Kəlbəcəri işğal edərkən geriyə qoyduqları mənzərə məhz bundan ibarət idi. Dağıtmaq, uçurtmaq və talamaq. Eyni zamanda Azərbaycanın Kəlbəcər sakinlərini öz doğma torpaqlarından didərgin salmaq. Azərbaycan ordusu isə 44 günlük vətən müharibəsinin yekunu olaraq bütün torpaqlarını azad etdi və bu sırada Kəlbəcər də var idi, hansı ki bir güllə atılmadan Azərbaycana təhvil verildi və göz qabağındadır. Arxamda gördüyünüz mənzərədən də aydın olur ki, bura Azərbaycan torpağıdır. O nöqteyi nəzərdən ki, Azərbaycan öz doğma torpaqlarını əzəli sakinləri üçün bərpa eləyir, qurur, yaradır. Bu isə o deməkdir ki, Kəlbəcərlilərin evlərinə köçəcəyi gün uzaqda deyil.